gördük hər birinizi. Hörmətli müəllimlər, bugünkü mövzumuz didaktika, təlim prosesi, mənimsəmə prosesinin quruluşu. Didaktika nədir? Elmə kim gətirib? İlk dəfə didaktika dedikdə nələr nəzərdə tutulur? Dəyərli müəllimlər, didaktikada tərbiyə yoxdur. Yəni didaktikanın qaydasını sizdən istəyirlərsə, orada mütləq şəkildə cümlələri sona qədər oxuyursunuz. Birdən olar ki, uzun fikirlər olar. Didaktikada tərbiyə yoxdur. Pedaqogikada tərbiyə ayrıca bir bölmədir. Didaktikada təlim və təhsildir. Didaktika təlim və təhsil haqqında bir elmdir və didaktika sözünün mənası didaktos sözündən əmələ gəlmişdir. Öyrədən deməkdir. İlk dəfə elmə bu termini Ratke və Kamenski gətirmişdi. Mən sizə ilk dərsimizdə də vurğulamışdım ki, hal-hazırki pedaqogikada istifadə olunan bütün fikirlər Kamenskinin və Uşinskinin, Ratkenin, onların fikirlərinə əsaslanıbdır. Hörmətli müəllimlər, didaktika dedikdə təlim və təhsil prosesini, yəni müəllimlərin dərs prosesi zamanı şagirdlərə dərsləri öyrətməyə, hansı formada öyrətməkləri, yəni müəllim və şagird arasında olan qarşılıqlı həmin o pedaqoji proses nəzərdə tutulur. Didaktikanın obyekti var, bir də predmeti var. Didaktikanın obyekti təhsil prosesidir. Obyekti təhsil prosesidir. Bəs predmeti nədir? Müəllimi rəhbərliyi altında təhsil müəssisələrində didaktikanın predmeti müəllimin rəhbərliyi altında müxtəlif tip təlim-tərbiyə müəssisələrində həyata keçirilən təhsil və təlim prosesidir. Didaktika iki cür olur. Ümumi didaktika var, bir də xüsusi didaktika var. Gəlin baxaq, onlar bir-birlərinə nə ilə fərqlənirlər. Ümumi didaktika dedikdə nələr nəzərdə tutulur? Təlim prosesini, onu yaradan amilləri, baş verdiyi şəraitlər və gəldiyi nəticələrlə birlikdə təqdim olunur. O təlim prosesinin qanuna uyğunluqlarını öyrənir. Ümumi didaktika təlim prosesinin qanuna uyğunluqlarını, planlaşdırılmış məqsədlər və qoyulmuş məsələlərin həllini təhlil edən təşkili forma və vasitələrini öyrənir. Ümumi didaktika təlim prosesini ümumi şəkildə öyrənir. Adından da göründüyü kimi onu yaradan amillərdir, baş verdiyi şəraitlərdir, sonda olan nəticələrdir, qanuna uyğunluqlardır, planlaşdırılmış məqsədlərdir, ümumi cəhətdən. Amma xüsusi didaktikalar nəyi öyrənir? Təlim prosesinin cərəyan etməsi, qanun uyğunluqlarını, müxtəlif təlim fənlərinin forma və metodlarını öyrənir. Buna tədrisi metodikası da deyirlər. Xüsusi didaktikaya tədrisi metodikası da deyirlər. İlk dərsimizdə biz sizlə təlim, tərbiyə, təhsil bunların qaydalarını öyrənmişdik. Amma təlimin də, tərbiyənin də, təhsilin bir neçə qaydası var. Təlimin qaydalarını bir sizlə sadalayaq, ümumiyyətcə oxuyaq, yadda saxlayaq ki, təlimin qaydaları nədir? Təlimin iç qaydası, müəllimi rəhbərliyi altında bilik, bacarıq və vərdiş. Təlim prosesində 3 predmet özünü göstərir. Altından da xüsusi göstərilib, xətt çəkilibdir. Müəllimi rəhbərliyi altında bilik, bacarıq və vərdişlərin qazanılmağına yönəlmiş pedaqoji prosesdir. Təlimin digər bir qaydası öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyət əsasına pedaqoji proses olaraq öyrədən şəxsin öyrənənlərində şuurun, intellektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət vermişdir. Bilik, bacarıq və vərdiş. Baxın, burada da açar söz bilik, bacarıq, vərdişdir. Birinci oxuduğum qaydada da bilik, bacarıq və vərdiş idi. Ümumiyyətcə, təlimin qaydalarının dəyərli müəllimlər, təlimin qaydasının açar sözü hansı formada sizdən soruşsun? Sizdə açar söz olacaq bilik, bacarıq və vərdiş. İndi növbətində isə baxın, diqqətlə baxın, kənarda xətt çəkilibdir bu hissədə. Bilik, bacarıq və vərdişlərlə silahlandırılmaq prosesi. İnsan müxtəlif ictimai Təlim, insanı müxtəlif ictimai faydalı fəaliyyət üçün zəruri olan bilik, bacarıq və vərdişlərlə silahlandırmaq prosesi olmaqla yanaşı, insanda özünü, psixi proseslərini idarə etmək məqsədini, naminə öz fəaliyyətini nizamlamaq və təcrübə seçmək, bunları istiqamətləndirmək, bacarığın təşəkkülünə
də bilavəsilə kömək edir. Təlim prosesi, bax müəllimlər, hər birində açar söz, təlimin açar sözü nə oldu? Bilik, bacarıq, vərdiş. Qaydanı əzbərləyəkmi? Xeyr, heç əzbər soruşsaz mən də bilməyəcəm. Mən cəmi ilk 2 qaydanı əzbər bilirəm, digərlərini yox. Amma açar sözdən qaydanı hansı formada versələr çıxarıb tapa biləcəm. Niyə? Bilik, bacarıq və vərdiş bilirəm ki, açar söz odur. Təhsilin açar sözü mənimsənilmiş, sonu mış, miş, muş, muş şəkilçiləri ilə bitirsə, o təhsilin qaydasıdır. Mənimsənilmiş, formalaşdırılmış, həyata keçirilmiş, bax bu tip sözlər varsa, bu təhsilə aid bir qaydadır. Təlim prosesi nədir? Adından da görünür və çox sadədir. Müəllim və şagirdin bircə vəhdəti, qarşılıqlı vəhdəti əsasında həyata keçirilmiş təlim prosesidir. İndi qaydanı oxuyaq. Şagirdlərin dünya görüşünü, inkişafını, problemlərini istiqamətlənir və onlarda şəxsiyyət azadlığı kimi çox mühüm keyfiyyətin formalaşması şəraitini yaradır. Təlim təhsil alma prosesi kimi anlaşıla bilər. Təlim təhsil alma prosesi kimi anlaşıla bilər. Yəni təhsil illərin sonunda yekunlaşır. Təlim hər akademik 45 dəqiqənin sonudur. Təlimlərin yekunu bizə təhsili verir. Təlim prosesində şagirdlər elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə olunur. Dəyərli müəllimlər, bu təlim prosesinin də qaydaları, yəni 3 dənədir. Hər birini ayrı-ayrılıqda oxuyub sizi yormuram. Açar söz müəllim və şagirddir. Müəllim şagirdin birgə vəhdətidir. Müəllimin şagirdə formalaşdırmalı olduğu bacarıqlardır ki, müəllimin rəhbərliyi altında həyata keçirilir. Bax, bu fikirləri yadınızda saxlayın. Təlim prosesini sizdən soruşanda bu qaydalara xüsusi diqqət edin. Təlim iki tərəfli pedaqoji prosesdir. Öyrədənlə öyrənən arasında qarşılıqlı fəaliyyətdir. Öyrədən, yəni müəllimdir, yəni təhsil verənlərdir. 3 istiqamətdə fəaliyyət göstərir. Yəni biz müəllimlə dərs prosesi zamanı şagirdlərimizə bilik və bacarıq vermək üçün 3 istiqamətdə fəaliyyət göstərir. Birinci, bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil edirik. Bilik, bacarıq və vərdişlər. Həmin bilik, bacarıq və bacarıqlar vasitəsilə şəxslərdə şuurun, psixikanın inkişafına diqqət edirik. Yəni bilik verdik, uşaqların şuurun və psixikasının inkişafına diqqət edirik. Zəruri olan mənəvi, psixoloji keyfiyyətləri də aşılamaq qayğısına qalırıq. Yəni biz şagirdlərdə həm bilik veririk, həm onların psixikasına təsir edir, həm də onlarda psixoloji inkişafına mütləq şəkildə təsir göstərir. Hamısını edirikmi? Bəli, edirik. Bir müəllim olaraq dərs prosesi zamanı şagirdlərdə hansı yəni bacarıqları formalaşdırırıq. Müəllim olaraq hansı bizim fəaliyyətimiz var. 3 istiqamətdə biz fəaliyyət göstəririk. Bilik, bacarıq, vərdişləri, yəni belə götürək, müəllimin işidir. Bilik, bacarıq və vərdişləri şagirdlərdə mənimsənməsini təşkil edirik. Daha sonra onların şuurun və psixikasının inkişafına diqqət yetiririk. Zəruri olan mənəvi, psixoloji keyfiyyətlərini aşılayırıq şagirdlərimizə. Diferensial təlim nədir müəllimlər? Şəxsiyyətə yönəlmiş təlimdir, fərdləşmiş təlimdir, düşə biləcək suallardandır. Məsələn, sual verərlər sizə ki, şagirdinizə diferensial, fərdi necə yanaşırsınız? Biz müəllim olaraq şagirdlərimizə bir neçə istiqamətdə fərdi yanaşa bilərik. Bax, burada açıq-aşkar da verilibdir. Fərdləşmə, diferensial təlim nədir? Şəxsiyyətə yönəlmiş təlimdir. Təlimin fərdləşməsinə imkan verir. Diferensial təlim bir neçə istiqaməti var. Bax, bunları əzbər bilməliyik. Təhsil alanın qabiliyyətinə görə, təhsil alanların marağına görə, təhsil alanların ixtisasına görə. Məsələn, təhsil alanın qabiliyyəti, deyək ki, bir uşaq var, bunun potensialı o qədər zəifdir ki, təhsil alanın qabiliyyəti o qədər zəifdir. Mən buna güclü materiallar verim. Amma bu uşaq bu güclü materialları müəllimlər mənimsəyə bilməyəcək. Qabiliyyət, potensial söhbəti var. Yəni, amma mən güclü uşağa zəif tapşırıqlar verirəm, sonra yenə inkişaf eləyə bilməyəcəkdir. Mütləq şəkildə uşağın bacarığı nəzərə alınmalıdır. Təhsil alanın marağı. Bu uşağın marağı, deyək ki, riyaziyyatadırsa, Azərbaycan dilinə bu marağı yoxdursa, mən valideyn olaraq, düzdür, Azərbaycan dilindən ilkin zəruri bilikləri bilməlidir. Amma marağı riyaziyyatadırsa, mən onu riyaziyyatın üstü o qədər güclü işləməliyim ki, qoy daha da inkişaf eləsin, irəli gəlsin. İxtisasına görə, bir də təhsil alanların ixtisasına görə adından da bəllidir ki, humanitar yönümlüdür. Necə ki, yuxarı siniflərdə təhsil, dövlət bunun qayğısına qalır, təmayüz siniflər yaradır, qruplara bölür uşaqları, bu qrupa gedənlər, məsələn, deyək ki, humanitar yönümlü qrupa gedən uşaqlar riyaziyyatdan bir dənə buraxılışlı imtahan verir, blokda yoxdur. Amma riyaziyyata birinci qrupa gedən uşaqlarda humanitar tarix yoxdur orada, ədəbiyyat yoxdur orada. Görürsünüz, dövlət bunu ixtisaslarına görə bölübdür, formalaşdırıb nəzərə alıbdır.
Dəyərli müəllimlər, sonra gəldik təlimin əsas komponenti. Təlimin əsas komponenti sual verəndə müəllim və şagirddir. Təlimin hərəkət verici qüvvəsi nədir? Təlimin hərəkət verici qüvvəsi, gəlin qaydanı oxuyaq, sonda açar sözü deyəcəm sizə. Təlimin prosesini hərəkət verici qüvvəsi, təlimin gedişində irəli sürülən tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və zehni inkişaf səviyyəsi arasında olan ziddiyyətdir. Hərəkət verici qüvvənin açar sözü ziddiyyətdir ki, təlim prosesi zamanı şagirdlərin zehni inkişaf səviyyəsi arasında bilik, bacarıq. Bax, şagirdlər nədir o? Uşaqların bildiklərini və qarşılarında duran öyrənəcək material arasında bir ziddiyyət olur. Yəni, uşaqlar yeni öyrənilən materialı bilmirlər. Onlar arasında bir ziddiyyət yaranır ki, uşaqlara maraqlı gəlir ki, uşaqlar ona doğru addımlayırlar. Təlimin motivləri var. Hərəkət verici qüvvədir. Təlimin motivi nədir? Hərəkət verici qüvvə. Motiv hərəkətə gətirmək, fəaliyyətə sövq etmək, həvəsləndirmək deməkdir. İki cürü olur, iki böyük qrupa ayrılıbdır. İdraki motivlər var. Təlimin hərəkət verici qüvvəsi. Bir də sosial motivlər var. Gəlin görək onlar arasında fərq nədir? İdraki motivlər nədir? Sosial motivlər nədir? Ümumiyyətcə, təlimin iki motivi var. İdraki motivlər, sosial motivlər. Sosial motivlər cəmiyyətin, ətrafın mənə göstərdiyi təsirdir. İdraki motivlər isə yəni şagirdin tədris prosesinə yönəlməsi özünün idrakıdır. Qaydanı oxuyaq, daha aydın müəyyən edək. Təlim motivləri idraki motivlər və sosial motivlər olmaqla iki böyük qrupa bölünürlər. Əgər şagirdlərin fəallığı ayrı-ayrı fənlərin tədrisi prosesində öyrənilən obyektlərə yönəlmişsə, bu idraki motivlərdir. Əgər təlim prosesinə şagirdlərin fəallığı başqa adamla münasibət göstərirsə, bu sosial motivdir. Yəni, həvəsləndirmə, həvəsə gətirən varsa, bu sosial motivdir. Əgər həvəsə gətirəni yoxdursa, özünə həvəsə gətirir. Bu idraki motivlərdir. Təlim prosesinin funksiyaları. Təlim prosesinin 4 funksiyası var. Əzbər bilməliyi kimi, bəli. Çox asandır, qorxutmayın özünüzü. Cəmi təlimin 4 funksiyası var. Təlim prosesinin təhsil verici, təhsilləndirici funksiya, tərbiyələndirici funksiya, təlimin inkişaf etdirici funksiyası. Üzr istəyirəm, 3 funksiya. Təlimin təhsilləndirici, tərbiyə edici və inkişaf etdirici 3 funksiyası var. Daha sonra hər ehtimala deyirəm, niyə 4 dedim, onu da deyim. Çünki mən avtomatik öyrədici funksiyanda ola bilər, bəlkə yeni kitablardamı, yeni nəşrdəmi, nə vaxtsa deyiblər, yenə də nəzərinizdə olsun, variantlarda olarsa, yəni nəzərinizdə olsun. Düzdür, bu dərslikdə 3 veribdir, amma yenə də deyirəm ki, öyrədici funksiyası da təlimin, yəni rastıma çıxıbdır, görmüşəm mən onu. Təhsilləndirici funksiya, yəni açar söz, bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Tərbiyə edici funksiya, şagirdləri tərbiyə edərkən əxlaqi və estetik təsəvvürlərin formalaşdırılmasıdır. Daha sonra inkişaf etdirici funksiya isə bunun açar sözü iradi keyfiyyətləri, fəallıq və təşəbbüskarlıqdır. Gəlin inkişaf etdiricini oxuyun, digərlərini asandır, rahatçılıqla tapmaq olur. Amma mütləq şəkildə bir dəfə oxuyun. Uzun uzadı oxuyub bir demirəm. Sadəcə açar sözünü dedim ki, təhsilləndirici funksiyanın açar sözü adından da görülür. Təhsil mənimsənilmiş, təhsilləndirici nədir? Bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Formalaşdırma mışmışı var bunun da. Təlimin inkişaf etdirici vəzifəsi təlim prosesində bilik, bacarıq və vərdişlərin mənimsənilməsindən başqa, həm də onların inkişafı baş verir. O, bütün istiqamətlərdə cərəyan edir. Nitq, təfəkkür, diqqət, hafizə, emosional keyfiyyətlər, idraki keyfiyyətlər, fəallıq, təsəbbüskarlıq. Ona görə deyə bilərik ki, təlim prosesi məktəblinin həyatına daxil olaraq onu hər tərəfli inkişaf etdirir. Təlimin mərhələləri, yeni tədris materialının qavranılması, bilik, bax, təlimin mərhələləri. Sizə sual verəl, təlim hansı mərhələlərdən ibarətdir? Yəni, dərs prosesini müəllim qurarkən hansı mərhələləri keçir? Yeni tədris materialının qavranılması, biliklərin və vərdişlərin formalaşdırılması, biliklərin, bacarıq və vərdişlərin möhkəmləndirilməsi və tətbiqi, müvəffəqiyyətlə hesablandırılması və qiymətləndirilməsi. Mütləq şəkildə biz dərs prosesimizi qurarkən bu etapların hər birini keçirik. Materialı mənimsədirikmi? Bəli. Şagirdlərdə idrak fəallığı yayadırıq, motivasiya qururuq. Yeni bilikləri və vərdişləri formalaşdırırıqmı? Bəli. Biliklərin, bacarıq və vərdişlərin möhkəmləndirilməsi
tətbiq, yaradıcı tətbiq etmə edirikmi? Bəli. Müvəffəqiyyətin hesablaması və qiymətləndirmə aparırıqmı? Bəli. Təlimin prinsipləri, müəllimlər, təlimin 11 prinsipi var. Adlarını əzbər bilsəz, yəni bunu testlərdə çıxartmaq çox rahatdır. Adlarını öyrənmək də çətin deyil. Təlimin elmilik prinsipi, müvafiqlik və sistemlilik prinsipi, təlimin praktikanın əlaqələndirmə prinsipi, şuurluq prinsipi, təlimdə sistemlilik və ardıcıllıq, təlimin möhkəmləndirmə prinsipi var. Daha sonra təlimi yaşa və fərdi xüsusiyyətlərə uyğunluq prinsipi var, əyanilik prinsipi var, əməkdaşlıq prinsipi var, həyatla və quruculuqla əlaqələndirmə prinsipi var. Müəllimlər, bunların hər birini ayrı-ayrılıqda, yəni açar sözlərini deyəcəm. Baxın, elmilik prinsipinin qaydasında əsas açar, ümumiyyətcə hər birinin qaydası sizə düşəndə, bax testi də verəcəm. Qayda sizə düşdüyü elmilik prinsip. Təlimin prinsiplərinin 11-ini də əzbər bilin ki, birdən ola bilər dağıdar, bir 5-6-sını qoyar bir yerə, deyər təlimin prinsiplərini seç. Sən bilməlisən təlimin prinsipləri hansılardır? Elmilikdir, müvafiqlikdir, praktiklikdir, fəallıqdır, sistemlik və ardıcıllıqdır, möhkəmləndirmə prinsipidir, yaşa uyğunluqdur. Bunların adlarını sən əzbər bilməlisən ki, testin içindən sən bunları çıxarda biləsən. Sonra sizdən elmilik prinsipini istəyəndə açar sözü orada görürsünüz, dairəyə də almışam hər birində. Elmilikdir. Müvafiqlik prinsipini istəyir, açar sözü müvafiqlikdir. Daha sonra şuurluq və fəallıq prinsipini istəyir, idrak, orada şuur, idrak, açar sözü var. Təlimin elmilik və ardıcıllıq prinsipini istəyir, açar sözünü dairəyə almışam. Əzbərləyəkmi? Xeyr, əzbərləsəz belə mümkünatı olacaq şey deyil, çünki zamanımız çox qısadır. Açar sözlər. Bilin ki, hər birini, sıranı əzbər bilməlisiniz, 11-ni də əzbər bilmək lazımdır. Amma açar sözlə onun qaydasını tapmaq rahatdır. Məsələn, yaşa uyğunluq nədir? Mövcud dərsliklər hər bir şagirdin yaş səviyyəsinə uyğun olmalıdır. Tutalım ki, müəllimlər, uşağın 15 yaşı varsa, mən onu 15 yaş səviyyəsinə uyğun, onun həcminə uyğun dərs salmalıyam. 20 yaş uşağı mənimsəyəcəyi potensialda olan tapşırıqları ora vermişəmsə, o uşaqlar onu öyrənə bilməyəcək. Bu mümkünsüz olacaq. Əyanilik nədir? Dərs keçərkən mütləq şəkildə müəllimlər əyani vəsaitlərdən istifadə edirmi? Bəli, əyani vəsaitlərdən istifadə edirik. Hər birimiz bu mütləqdir, yəni zəruridir. Daha sonra həyatla əlaqədir, əməkdaşlıqdır. Biz dərs prosesində əməkdaşlıq edirikmi? Bəli. Cütlərlə, qrupla iş hazırlayırıqmı? Bəli. Bax, əməkdaşlıq prinsipidir. Daha sonra təlimin amilləri var ki, təlimin bu amilləri də əzbər bilməliyik, 4-ünü də. Açılışlarını bilmək lazımdırmı? Yox. Amma mütləq şəkildə oxuyarsınız. Amma təlimin amillərini bilməliyik ki, təlimin 4 amili var. Təlim prosesinin amilləri dedikdə nələr nəzərdə tutulur? Əsas səbəblər. Təlimin gedişinə və nəticəsinə müxtəlif səbəblər təsir göstərir. Hansı səbəblərdir ki, biz bu səbəbləri yerinə yetirir? Yəni, təlimin uğurlu olması üçün biz bu 4 səbəbi mütləq şəkildə bu amili həyata keçiririk. Birinci amil tədris materialıdır. Bəli, tədris materialı bizdə olmalıdır. Tədris materialı bizə informasiya verici mənbədir. Daha sonra ikinci amil təşkilati pedaqoji təsirdir. Üçüncü amil şagirdlərin oxuma qabiliyyətidir. Dördüncü amil vaxtdır. Yəni, bu amillərin 4-ünü də əzbər bilməliyəm mən mütləq şəkildə. Bəs təlimin təşkilinə, amma oxuyarsınız açılışlarında hər birini qayda bir dəfə oxuyun. Amma o 4 dənə punktu əzbər bilin. O quşlar qoymuşam. Bax, burada bir də sadalayıram ki, qara xətlə verilibdir. Birinci amil tədris materialıdır. İkinci amil təşkilat pedaqoji təsirdir. Üçüncü amil şagirdin oxuma qabiliyyəti. Dördüncü amil vaxtdır. Bir də var, təlimin təşkilinin formaları. Baxın, müəllimlər, təlimin təşkilinin formaları dedikdə nələr nəzərdə tutulur? Ən aşağıda dairəyə almışam və quşlarla göstərilibdir. Əzbər bilməliyikmi? Bəli, əzbər bilməliyik. Yeni materialın qavranılmasını təmin etmək, yəni dərs prosesi zamanı, mən Aytən, məsələn, mən müəllim, girmişəm dərsə, mən nə etməliyəm? Yeni materialın qavranılmasını təmin etməliyəm, bəli. Bilik və bacarıqları formalaşdırmalıyam, bəli. Bilik, bacarıq və vərdişlərin təkmilləşməsini təmin edən dərs qurmalıyammı? Bəli. Bilik, bacarıqların inkişaf dərəcəsinin yoxlanılması olan dərs olmalıdır, bəli. Kombinə edilmiş dərs, birləşdirilmiş, birbiri ilə əlaqələndirilmiş, inteqrasiya olunmuş, bu formada dərslər olmalıdırmı? Bəli, mütləqdir müəllimlər. Bunları mən həyata keçirtməliyəm. Dəyərli müəllimlər, bu qədər. Çox xahiş edirəm ki, göndərdiyim vərəqləri də mütləq şəkildə oxuyun.
Yəni mütləqdir. Oxuyun, məlumatınız olsun, videoya baxın. Düzdür, zaman qısadır, amma oxumaq mütləqdir.